Elə bir maşın canlı deyil, elə bir ki GTA'da biz yığırdıq, hep pedok koyurduk, diski teker koyurduk üstüne. Bak kardeş, GTA'da gördüğümüz maşını reallaştırıp, yani oyunda oynadığımız o maşını real hayata getirip, onu hemen renkte, hemen disklerle tam real formada maşın karşımızdadır. Doğrudan da belə maşın görəndə adama lezzet eləyir. Nə barədə lezzet eləyir? Hamısı qara renk, şablon renklər. Amma misal üçün baxırsan ki, adicə Türkiyənin özündə cəmaət yığır. Renkli, müxtəlif renklərdə yığırlar, müxtəlif formalarda yığırlar. Faktiki ortada əziyyət var, zəhmət var. Mən də maşın sizə düymə olaraq göstərəcəm. Tempera rolu, səs sistemi, hər şey öz yerində. Kardeş, neçəyə deyirsən bunu? 11 minə. Dəyər mi? Fərqlənmək üçün dəyər. Fərqlənmək üçün dəyər. Siz buna bir adi 06 gözü ilə baxmayın da indi. Bir var adi 06 gözü ilə baxmaq. Deyirsən ki 06'dır da adi maşın gözünə. Bunun altı üstü tam fərqli bir aləmdir. Bax altına bax ya. Tam fərqli bir aləmdir. Tam fərqli bir formada yığılıb. Baxın. Motoru nə motordur bunun? Motordur yoxsa? Bir dənə kapotu qaldırır, sənə zəhmət. Qaldır, kim qaldırır? Məşhur olacaq ha, kim geçsə. Bir dənə kapotu qaldırır, ya Allah. Bəhbən, motorxanada da belə hətta, baxın, motorxana belə yenə də görürsünüz, rənglənib, yığılıb. Bu altdakı zaşitli kimin ideyasıdır? Kimin ideyasıdır? Sənətkarın özü hava keçməsi üçün bax bilir, işini bilir. Hava keçmək üçün burada yerlər də qoyub ki, buradan istər-istəməz dəmir əyridir, oradan ön hissədən gələn külək daxil ola bilsin motorxanaya. Çox gözəl bir ideya, çox gözəl bir fikir. Aparatur olarak nəyi var baxaq. Bir dənə burada basovka var. Yəni arkada kimsə oturmağa getdi. Təkərlər qoyulub gilə çıxardı. Aha, bu təkərlər də var. Hələ. Bunlar da üstündə. Ola hədiyyə verilir. Hədiyyə verilir. Nədir qardaş? 98. 98. 11. 98. Bir dənə əlaqə nömrəsindən ki, indi olar ki, xoşuna gələn zəng vurub danışa bilsin. 070. 070. Neçə? 249. 90 95. 90 90